Salam əziz dostlar, gəlin bu gün ləzzətli və çox rahat bir zəriş pilov bişirək. Çox tez hazırlanır və ləzzətinə doyum olmur. Toyuğun sinəsi və ya filəsini xırda-xırda parçalara bölüb və duzlu suda biraz saxlayırıq ki, iyisi getsin. Sonra o suyu süzüb, yuyub və ayrı bir qablamaya töküb, üzərinə 1 livan su, biraz duz töküb və qoyuruq pişsin. Bir tavada yarım ay şəklində doğradığımız 4 dana soğanı yaxşıca qovururuq. Bu arada ətlərimizə sarı kök vurmağı da unutmayaq. Qızaran soğanlara zəfiran və yuduğumuz zərişləri əlavə edib qarışdırırıq. Pilovluq ədviyə və qərəbibər də artırıb qarışdırırıq. Və biraz da duz. Hazırladığımız bu soğandan birazını üzərinin bəzəyi üçün ayırırıq. Qalan soğanlara rup əlavə edib onu da bir qovurub və pişən suyu çəkilmiş ətləri də üzərinə əlavə edib qarışdırırıq. Biraz da zəfiran vuraq və ətli qarışımımız hazırdır. Bir çətə hazırlayaq və bunların ikisini birləşdirək. Ayırdığım soğanları çətənin üzərinə qoyub və pişirdiyim ətli qarışımı çətənin dövrəsinə filmdəki kimi serv eləyirəm. Pişirən, yiyən hər kəsə nuş olsun. Ləzzətli reseptləri öz ana dilimizdə öyrənmək istəyənlər peycimə bir baş vursunlar. Sağ olun, məndən yol bir oldunuz. Təşəkkürlər.